Deməli uşaqlar, birinci Windows-un əsas komponentlərindən biri tapşırıqlar panelindən başlayacağam. Tapşırıqlar panelində ən önəmli nələri bilməliyik? Birinci məsələ, tapşırıqlar paneli iş masasında hansı mövqedə yerləşir? Hər zaman tapşırıqlar paneli iş masasının aşağı mövqeyində yerləşir, ekranın başqa mövqeyində yerləşə bilməz. Tapşırıqlar panelini iki formada düzləndirmək olar elementləri, ya mərkəzə, ya da sola. Sağa düzləndirmə yoxdur. Mərkəzə və sola düzləndirə bilirik. Sola düzləndirəndə Start menü və bu bərk edilmiş proqramlar, həmçinin aktiv proqramlar pəncərənin, daha doğrusu tapşırıqlar panelinin solunda əks etdirilir. Susmaya görə vəziyyətdə isə ortada əks olunur. Tapşırıqlar paneli ümumi olaraq hansı elementlərdən ibarətdir? Məsələn, solda widget bölməsidir, qısa yolu WinW-dur. Elə widget sözünün baş hərfidir. Xəbərlərə baxmaq üçündür. Ortada Start menüsü, Search düyməsi, Task View düyməsi, ondan sonra isə aktiv və bərk edilmiş proqramlar yer alır. Burada da bu düymələri uyğun olaraq klaviaturada necə aktivləşdirəcəyinizi bilməlisiniz. Məsələn, Start menüyünü aktivləşdirmək üçün klaviaturadan biz nələr sıxa bilərik, onlara baxırıq. Deməli, bunun üçün klaviaturadan Win düyməsi, bir də ki, Ctrl Escape qısa yolunu klikləyə bilərik. Bu Start menünün özünü açır, yəni hal-hazırda qarşınızda gördüyünüz pəncərəni açır. Bir də var Start menünün kontekst menüsü. Start menünün kontekst menüsünü isə klaviaturadan biz deməli Win və X sıxaraq, həmçinin Start düyməsinin üzərində sağ düymə sıxaraq aça bilirik kontekst menüsünü. Deməli, bu şəkildə açmaq olur. Bir dənə mən yaza bilmək üçün ekran şəklini dəyişim. Ya da dəyişməni də burada yazarım. Deməli, beləliklə Start menünün açılış qaydasını öyrəndik. Startın açılış qaydası Windows düyməsidir. Bir də Ctrl Escape-dir. Startın kontekst menüsünün açılış qaydası deməli Win, X və yaxud da sağ düymədir. Deməli, bu oldu Start menü. Daha sonra uşaqlar, keçək növbəti düyməmiz Search düyməsi. Search düyməsi nə üçün istifadə edilir? Axtarış eləmək üçün istifadə edilir və Search pəncərəsini açır. Bu Search pəncərəsini də klaviaturadan iki üsulla açmaq olar. Deməli, bunlar hansılardır? İkisində də Windows-dan başlayır. Win S və yaxud da Win Q ilə açılır. Yəni, iki dənə açılış qaydası var. Search düyməsinin də üç dənə görünüş rejimi var. Bunlar hansılardır? Deməli, item, yəni piktoqram kimi, həmçinin piktoqram plus adı, yəni bir də son olaraq axtarış qutusu. Yəni, siz bu search düyməsini bu üç rejimdə görə bilərsiniz. Bu rejimləri hardan təyin eləmək olar? Taskbar, Settingsdən təyin etmək olar. Deməli, bu da belə. Sonra növbəti düyməmiz Task View düyməsidir. Bu Task View düyməsi eyni anda bir neçə iş masasından işləməyə, yeni iş masaları yaratmağa və ləğv etməyə imkan verir. Baxın, klik edirəm. Burada görürsünüz, ayrı-ayrı pəncərələr var, daha doğrusu iş masaları var. New Desktop deyərək iş masası yarada bilərsən və yaxud da Close deyərək iş masasını bağlaya bilərsən. Həmçinin iş masasında aktiv olan proqramlara da buradan baxa bilirik biz. Yəni, bu qaydada istifadə edilir. Task View rejimində yerinə yetirilə bilən əməliyyatlar üçün də müvafiq qısa yollarımız var. Gəlin bunlara baxaq. Deməli, Task View rejimində, daha doğrusu Task View rejimini ümumiyyətlə necə keçid etmək olar? Task View rejiminə WinTab ilə keçid edə bilirsiniz. WinTab. Yəni, qısa yolu bu qaydadadır. Task View rejimində yeni iş masası necə yaradılır? Win Ctrl D ilə yaradılır. Win Ctrl D. İş masasını ləğv etmək. İş masasını ləğv etmək üçünsə Win Ctrl F4 sıxacaqsınız. Hamısının başında Win Ctrl var. Bir də keçid, iş masaları arasında keçid üçünsə uyğun olaraq Win Ctrl sağa ox və sol ox istifadə edəcəksiniz.
Beləliklə, task view rejimindən bağlı bilməli olduğunuz şeylər sadəcə, qısa yollar sadəcə bunlardır. Task view'dan da işimiz bitdiyinə görə keçək növbəti məsələyə. Bu aşağı hissədə bərkidilmiş və aktiv olan proqramlar görünür. Aktiv proqramın aşağı hissəsində xətt olur. Ümumiyyətlə, bu proqramlara keçid eləmək üçünsə klaviaturadan uyğun olaraq proqram və onun qısa yoluna baxırsınız. Məsələn, tutalım, məndə Task Manager birinci, daha doğrusu Task Manager yox, Magnified birinci, ondan sonra Word ikinci, File Explorer üçüncü, məsələn, PowerPoint dördüncü və Excel beşinci proqramdır. Mən uyğun olaraq, məsələn, hal-hazırki ardıcılığa baxaraq, məsələn, Win5 sıxsam, bu zaman Excel açılacaq. Yəni, bu da yerindən asılı da. Excel 4-cü olsaydı, Win4 sıxaraq açacaqdım. Yəni, uyğun olaraq proqramın tapşırıqlar panelindəki sıra nömrəsinə uyğun olaraq Windows-la bərabər sıxanda, sıra nömrəsinə uyğun proqram ekranda əks olunur, yəni açılır. Tapşırıqlar panelinə proqramı bərkitməyin 2 dənə yolu var. Bunlar hansılardır? Bunun üçün ya aktiv proqramı, məsələn, proqramı açıram, tutalım. Burada bir proqram. Məsələn, proqramı açıram. Proqram aktiv proqramın kontekst menüsündən Pin to Taskbar deyirəm. Proqram aktiv olmasa belə Start menüdə yenə kontekst menüdən Pin to Taskbar deyərək deməli, tapşırıqlar panelinə bərkidə bilərəm. Ya da mouse'un sol düyməsi ilə proqram tapşırıqlar panelinə sürükləyərək də Pin to Taskbar demək olar. Tapşırıqlar panelindəki proqram tapşırıqlar panelindən ləğv etmək üçünsə sənə lazımdır kontekst menüdən Unpin from Taskbar. Yəni, bu zaman tapşırıqlar panelindən proqram işarəsi silinir. Sadəcə aktiv olanda gəlir, sonra bağlananda gedir. Bu qədər bəsdir buradan. Sonra sağ tərəfdə, deməli, xüsusilə Quick Settings və Navigation bölməsinə, daha doğrusu Notification bölməsinə baxırsınız. Deməli, Quick Settings bölməsinə klik edəndə belə bir pəncərə açılır, sürətli parametrlər. Deməli, buradan parametrləri daha sürətli sazlaya bilərik. Deməli, həmin bu Quick Settings bölməsinin qısa yolu klaviaturadan Win-A-dır. Deyəcəksiniz, bu A ilə Quick Settings-in nə əlaqəsi? Bu menü əvvəllər adlanırdı Action Center. O A oradan qalıb, burası da dəyişməyiblər. Win künü də artıq biz axtarış üçün istifadə edirik deyə, ona görə burada da istifadə edilə bilmir. Bir də ki, ondan sonra isə Notification Area var, burası isə bildiriş sahəsidir. Yəni, bildirişləri sən buradan izləyə bilərsən. Deməli, bunun qısa yolu isə Notification Area bölməsinin qısa yolu isə klaviaturadan Win-N-dir. Yəni, bu rahat yadda qalır, Notification sözündən yadda saxlaya bilərsiniz. Bir də son olaraq sağ tərəfdə, yəni tapşırıqlar panelinin ən sağında belə xətt kimi görünən düymə var. Adlanır bu düymə Show Desktop. Show Desktop-u tapşırıqlar panelində görünüb görünməməsini əslində parametrlərdən tənzimləmək olar. Deməli, əgər Show Desktop düyməsi tapşırıqlar panelinin sağında varsa, o zaman həmin düyməyə klik elədikdə, deməli, nə baş verəcək? Proqramlar bükülərək tapşırıqlar panelinə yığılır. Bir də klik eləsəmsə, əvvəlki vəziyyətinə geri qayıdır. Deməli, biz nə edirik bu düymə ilə? İş masasını göstərə bilirik və bu zamanda tapşırıqlar panelinə proqramlar yığılır. Bu düymə ilə bağlı bilməli olduğunuz budur. Həmçinin bu düymənin, yəni Show Desktop-un qısa yolu isə klaviaturadan Win-D-dir. Bu D də hardan gəlir? Desktop sözündən gəlir, yəni desktopu iş masasını göstərmək üçün. Buna uyğun bir qısa yol daha var. Bu da Win-W-dur. Yox, daha doğrusu Win-M-dir. Minimize sözündən götürülüb. Deməli, Win-M-də yenə bütün açıq pəncərələri bükərək tapşırıqlar panelinə yığır. Yəni, Minimize də eyni şey gördüyündən adı oradan götürülüb. Sadəcə, Win-D ilə Win-M-in əgər bir fərqini soruşacaq olsaq, məsələn, Win-D-yə bir dəfə klik eləyəndə proqramlar tapşırıqlar panelinə bükülür, yenidən klik eləyəndə yenidən açılır. Amma Win-M-ə klik eləyəndə proqramlar tapşırıqlar panelinə bükülür, amma Win-M-ə bir də klik eləyəndə təzədən açılmır. Gərək bir-bir üzərinə proqram üzərinə klik eləyərək proqramı ekranda göstərəsən. Yəni, sadəcə buna görə fərqlənir. Bu da elə ciddi bir fərq deyil. Yadınızda saxlasanız da olar, saxlamasanız da olar. Öz işinizdir. Tapşırıqlar panelinin özündən bu qədər. Bir də onun kontekst menüsü var. Kontekst menüsündə cəmi 2 əmr var. Task Manager və Taskbar Settings. Bu Task Manager çox önəmlidir. Çünki qəbulu da tez-tez düşür. Deməli, Task Manager-i həm Startın kontekst menüsündən, sonra Taskbar'ın kontekst menüsündən,
Ondan sonra bir də klaviaturadan iki qısa yol vasitəsilə aktivləşdirə bilərik. Bunlardan biri nədir? Ctrl, Shift, Escape. Bir də Ctrl, Alt, Delete. Deməli, iki dənə qısa yol var. Ctrl, Shift, Escape, Ctrl, Alt, Delete. Bu task menecerə keçid üsullardır. Bir də startın və tapşırıqlar panelinin kontekst menüsündə olduğunu da unutmamaq lazımdır. Buradan da bunu bildinizmi? Kifayət. Keçək taskbar settingsə. Tapşırıqlar panelinin parametrlərini tənzimləmək üçündür. Bu pəncərəyə də keçidin əsas yolları var. Deməli, taskbar settingsə keçid üçün tapşırıqlar panelinin kontekst menüsünə müraciət edə bilərsən. İş masasının kontekst menüsünə müraciət edə bilərsən. Düzdür, birə-bir adı eyni deyil, amma personalize klik edəndə açılan bu pəncərədə taskbar vasitəsilə, taskbar əmri vasitəsilə tapşırıqlar panelinin parametrlərinə keçid etmək olar. Ya da settingsə keçid eləyib settingsdə açılan bu menüdən personalize bölməsini özün seçirsən və oradan da yenə taskbara daxil ola bilirsən. Bu taskbarın parametrlərinə keçid yollardır. Taskbar settingsdə də bu açılmış parametrlərdən nəyi bilmək lazımdır? Deməli, search axtarış qutusunun görünüş rejimləri hide deyib gizlədə bilərsən, bir də üç formada göstərə bilərsən. Icon, piktogram, ondan sonra search icon and label, piktogram və adı, bir də axtarış qutusu kimi göstərmək olar. Sonra task view düyməsini göstərib göstərməyə bilərsən. Buranın çox vaxt imtahana şəkli düşür. Deyir, verilmiş şəkil əsasında doğru fikirlər müəyyən edin. Task view'in qarşısında on-dursa, yəni aktivdirsə, deməli task view tapşırıqlar panelində görünür. Passivdirsə, off-dirsə, deməli görünmür. Yəni widget düyməsi üçün də həmçinin eyni qayda keçərlidir. Sonra sistem try icon bölməsinə. Bunlardan da 3 dənə düymə var cəmi. Emoji and more belə bir düymədir. Emojilər əlavə eləyir. Deməli, bunu da ya yazı yazanda aktivləşsin deyə təyin edə bilərsən, ya da hər zaman tapşırıqlar panelində göstərə bilərsən. Pen menüdə deməli qələmlə bağlı parametrlərdir. Sonra touch keyboard isə klaviaturadır. Klaviaturanı da hər zaman göstərə bilərsən, ümumiyyətlə göstərməyə bilərsən və yaxud da when keyboard attack, yəni klaviatura əgər qoşulmayıbsa, o halda da klaviatura düyməsinin görünməsini təmin edə bilərsən. Ondan sonra əlavə sistem düymələri isə bu gizlədilmiş bölmədə yer alır. Onunla bağlı parametrləri tənzimləmək üçündür. Gəldik behaviors, yəni tapşırıqlar paneli davranışları. Məncə ən vacibi buradır uşaqlar. Yəni buradakı əmrləri daha dəqiq bilmək lazımdır açığı. İndi gəlin buradakı əmrlərə nəzər salaq, görək kim nə iş görür. Taskbar alignment bölməsi tapşırıqlar panelinin düzləndirilməsi üçündür. Dedik, tapşırıqlar paneli iki formada düzləndirilir. Biri centerdir, bir də leftdir. Yəni ya sola, ya da mərkəzə düzləndirilir. Show badges on taskbar buttons bildiriş nişanlarını gizlədir. Göstərir və yaxud da gizlədir. İndi bu hal-hazırda aktivdir deyə göstərir. Ondan sonra show flashing. Deməli, bu effekt nədir? Flashing. Əgər proqram səndən hərəkət gözləyirsə, proqramın piktogramının yanıb sönməsidir. Yəni, bir proqram səndən hərəkət gözləyirsə, nəsə bir addım gözləyirsən, yəni nəsə proqramda hansısa əməliyyat yarımçıq qoymuşsansa, proqram tapşırıqlar panelində yanıb sönür və bilirsən ki, ora daxil olmaq lazımdır. Sonra əsas məsələlərdən biri də select the four corner of the taskbar to show desktop. Bu nədir? Tapşırıqlar panelinin sağ küncündə, bu gördüyünüz küncdə show desktop düyməsinin görünməsini təmin edir. Bayaq dedim axı, bu show desktop düyməsi tapşırıqlar panelində görünə də bilər, görünməyə də bilər. Hal-hazırda aktiv olduğu üçün show desktop düyməsi görünür. Əgər pasiv olsa, show desktop düyməsi tapşırıqlar panelinin sağında olmaz, ona görə də istifadə edə bilməzsiniz. Sonra combine taskbar buttons. Tapşırıqlar paneli üzərindəki, belə deyim, aktiv olan pəncərələri nizamlayır. Yəni, piktogramlara uyğun olaraq pəncərələri qruplaşdırmaq, nizamlamaq üçündür. Məsələn, always əmri aktivdir deyə, məsələn, mən Word-də ayrı-ayrı pəncərələr açsam da, hamısı bir düymənin üzərində qruplaşdırırlar. Əgər when taskbar is full sıxsam,
O zaman sadəcə tapşırıqlar paneli dolu olanda qruplaşdırma baş verir. Həmçinin bu rejimdə görürsüz açıq pəncərələrin, bağlı olanlar yox. Ancaq açıq olan pəncərələrin adları görünür. Nəvə deyəndə isə ümumiyyətlə qruplaşdırılmır və burada da açıq pəncərələrin adları əks olunur. İdeal olan always, yəni hər zaman qruplaşdırdı. Çünki bizə lazım olan göz rahatlığıdır, qarışıq görüntünün olmamasıdır. Bunun üçün də bu rejim daha məqsədə uyğundur. Bir də show small taskbar buttons. Bu isə tapşırıqlar paneli üzərindəki butonları ölçün, kiçiltmək üçündür. Burada da 3 dənə rejim var. Always hər zaman böyük göstərir. Yox, hər zaman kiçik göstərir. When task resource sadəcə dolu olduğu üçün kiçildir. Piktoqramlarını ölçün ya da never heç vaxt kiçiltmir. Bir dənə hər zaman kiçik olan versiyanı göstərin, fərqini görün. Baxın, daha kiçik oldu, never deyəndə isə daha böyük oldu. Yəni, bu da belə uşaqlar. Tapşırıqlar panelinin o qarışıq gələn parametrlərindən bu qədər. Yəni, ən vacibləri, əsasları bunlardır. Bunlar bilirsənsə, FISO-da tapşırıqlar panelindən bağlı hər şeyi bilirsiniz deməkdir. Tapşırıqlar panelini bitirdik. Keçirik start menyuya. Start menyu ən rahat olandır ümumiyyətlə. Start menyuda nə var ki? Start menyuya daxil olmağı öyrəndin, kontekst menyusunu öyrəndin. Bir dənə burada bəzi sadə cüzi şeylər var, onlara baxaq. Pin bölməsi bərk edilmiş proqramları göstərir. Recommend isə son istifadə edilən, test istifadə edilən proqram və faylları göstərir. Bu qədər. Deməli, pin bölməsində sən proqramın kontekst menyusundan proqramın quraşdırılmasını ləğv edə bilərsən. Pin to taskbar deyib tapşırıqlar panelinə bərk edə bilərsən. Unpin start deyib start menyunu, yəni həmin pin bölməsindən ləğv edə bilərsən. Və ya da move görürsünüz, bu sağa, sola, əvvələ yerini dəyiş. Yəni move front deyərək ən önə, nə bilim left deyərək sola, sağa yerini dəyişə bilərsiniz. Bir də bu sahədə biz proqramları bir qovluq içinə yığa da bilərik. Yəni create a new app folder deyərək də o qovluğu yarada bilirik. O qovluq telefonlarda da olur. Məsələn, görürsüz bir neçə dənə proqram bir qovluğun içərisində yer alır. O qovluğa klik edirik, proqramlar açılır, sonra da oradan seçirik. Yəni bu rejimi biz artıq Windows 11-də də aktivləşdirə bilirik. Yəni bu qədər. Bu qədərini bildim bəs. Burada ümumi proqramlara baxmaq istəyirsənsə, əgər all deyirsən, bu zaman ümumi kompüterə quraşdırılmış proqramlara baxa bilərsiniz. Bu proqramlardan da bəziləri standart proqramlardır. Standart nə deməkdir? Yəni Windows 11 ilə bərabər quraşdırılan proqramlardır. Bura nələr daxildir? Accessibility qovluğunun alt qovluqları, nə bilim, Leave Captions, Magnifier, Narrator, On-Screen Keyboard, sonra Voice Access. Bu 5 proqram bura aiddir. Tələffüzlərinə fikir verməyin, elə belə yadda saxlayın. Sonra buradan əlavə, məsələn, bu məndə türkçə yazıb boyama. Bu bildiyiniz Paint proqramıdır. Sonra Caplot, bu virtual səsli köməkçidir. Qısa yolu WinC-dir. Bu da yəni Windows 11-də gələn virtual səsli köməkçidir. Məsələn, File Explorer-in özü standart proqramlara daxildir. Sonra bunlar da yenə bu ikisi də standart proqramdır. Sonra keçək növbəti hissəyə. Kalkulatordur, kameradır, bunlar da standart proqramlardır. Sonra bir də burada ən əsası Windows Tools qovluğudur. Testlərdə də bununla bağlı çox sual görürsünüz. Hələ şəklini də qrup atmışam ki, heç olmasa oradan baxıb əzbərləyirsiniz. Windows Toolsa daxil olan standart proqramlardır. Məsələn, siz 4-cü fəsildə proqram təminatında öyrəndiyiniz utilitlər bura daxildir. Əksəriyyəti burada var. Yəni, ən azından görsən ki, yadına düşmür, heç olmasa o utilitləri yadınızda saxlayın. Ondan sonra, məsələn, elə 4 dənəsi Windows PowerShell ilə bağlıdır. Yəni, Windows PowerShell gördünüzsə, bilin ki, hamısı burada yer alır. Sonra managementli, idarə ilə bağlı, servisdən bağlı, monitor, menecer kimi sözlər gördünüzsə, bilin ki, onlar da hardadır, buradadır. Yəni, o açar sözlərlə yadda saxlaya bilərsiniz bir çoxunu. Amma yenə də üzdən kitabdan bir dəfə oxuyun adlarını imtihana getməmiş, çünki yaddan çıxa bilir. Deməli, bu da Windows Toolsa daxil olan standart proqramlardır. Beləliklə, standart proqramlarda öyrəndik, qaldı start menyunun deməli parametrləri. Bunun üçün də yenə settingsə daxil oluruq, personalize bölməsindən keçid edə bilirik. Deməli, personalize bölməsində startı seçərək onun parametrlərini tənzimləyə bilərsən. Yəni, burada da ciddi çox parametr yoxdur. Layout start menyunun ümumi
düzən parametrini dəyişir. Məsələn, more pin deyərək daha çox pin edilmiş proqram və yaxud da more recommend deyərək daha çox təklif edilən fayl və proqramı göstərə bilərsən. Recently added son əlavə edilən, show most used, test istifadə edilən proqramları göstərir. Sonra burada jump list söz ifadəsilə bitən uzun bir dənə cümlə var. Uzun yadda saxlamayın. Jump list, yəni keçid siyahısını yadda saxlayın. Deməli, bu keçid siyahısı nədir? Məsələn, mən Word-ün və digər proqramların kontekst menüsünə daxil olanda recent bölməsi açılır. Bu recent bölməsi, yəni son istifadə edilən faylların açıldığı bu bölmə jump listdir, yəni keçid siyahısıdır. Bunun burada görünməsinin səbəbi bu əmrin aktiv olmasıdır. Ondan sonra start menüdəki qovluqları seçə bilərsiniz ki, start menüdə hansı qovluqlar görünsün. Yəni, bu da buradan tənzimlənir. Yəni, bu qədərini bildin kifayət edir start menünü. Və də start menünün kontekst menüsünə daxil olan əmrləri də bir dəfə özündən oxuyun ən azından. Məsələn, quraşdırılmış proqramlar, mobillik mərkəzi, Power Options, güc parametrləri, Event Viewer, System, Device Manager, Network Connection, Disk Management, Computer Management, Terminal, Command Prompt və Windows PowerShell-i bir interfeysdə birləşdirən bir monitordur. Bu, klaviaturadan daxil edilən əmrlərlə qovluqları idarə etmək üçündür. Sonra Task Manager-dir, Settings-dir, File Explorer-dir, Search-dir, Run-dır. Bunlardır. Sonra bir də bu Power-ın alt əmrləri çıxış, bağlama, kilitləmə kimi əmrlər, yenidən başlatma kimi əmrlər yer alır. Bir də desktopdur, bu da iş masasını göstərmək üçün nəzərdə tutulur. Buradan da bu qədər kifayətdir. Ondan sonra yoldaşlar, keçirik iş masasının özünə. İş masasından bağlı əsas kontekst menünü yaxşı bilin. Çünki 2024-ün 25-in qəbuluna baxmısınızsa, orada iş masasının kontekst menüsündən çox sual var. Hətta 2023-24 23-də də var idi, səhv eləmirəmsə. Və iş masasının kontekst menüsü əslində çox rahatdır. Yəni, elə çox əmri yoxdur. View görünüşlə bağlı parametrlərdir. Yadınızda saxlayın ki, iş masasındakı obyektlərin 3 dənə görünüş rejimi var. Large, medium, small. İş masasında 3 dənədir, amma File Explorer'də 8 dənədir. Çoxunuz fikir verirəm ki, bunları qarışdırırsınız. File Explorer'də ümumi 8 dənə görünüş rejimidir. Bir dənə dəyişək. 8 dənə görünüş rejimidir. Bunlardan sadəcə 4 dənəsi iş masasında var. Deməli, large, medium, small. Və bu görünüş rejimlərinə əsasən də obyektlərin düzülüş istiqaməti üfüqi istiqamətdədir. Bu da hansı suallarda təsir göstərir? Məsələn, tutalım deyir, this piece seçildi. Shift sıxılı vəziyyətdə, məsələn, control panel qovluğu seçilərsə, ümumi seçilmiş obyektlərin sayını tapın. Burada seçilmə istiqaməti çox önəmlidir. Fikir versəz, this piece-dən control panelə qədər üfüqi istiqamətdə seçim apardı. Səbəbi small, medium, large görünüş rejimindən bağlıdır. Çünki bu rejimlərdə obyektlər üfüqi istiqamətdə düzüldüyündən seçim də məntiqən hansı istiqamətdə olmalıdır? Üfüqi istiqamətdə olmalıdır. Sonra bir də iş masasındakı piktoqramların nizamlanması var. After Arrange Icons. Bu əmr vasitəsilə iş masasındakı bütün obyektlər sola düzləndirilir. Bu da yenə qəbul sual tipidir. Baxın, iş masasında obyektləri avtomatik olaraq ancaq sola düzləndirmək olar, sağa düzləndirmək yoxdur. Fikir verdinizsə, tapşırıqlar panelində də sağa düzləndirmək yoxdur. İş masasında da. Ən azından buradan ikisini əlaqələndirin, yadınızda saxlayın ki, ancaq sola var. Sonra to grid vasitəsilə isə tor xətlərə görə nizamlaya bilərsiniz. Buradan bu qədər kifayətdir. Sonra keçənlinin qəbul sualı, sort by sualı. Sort by çeşidləmək, nizamlamaqdır. Biz iş masasındakı obyektləri düz 4 dənə parametrə görə nizamlayırıq. Name, size, type, bir də date modifier. Yenə bunu da File Explorer-dəkindən qarışdırmayın. Burada standart 4 dənədir, amma File Explorer-də hardasa 8 dənə olmalıdır. Konkret sayı deyəmərəm. Yəni bu hissədən baxa bilərsiniz. Məsələn, 8-ə yaxın 8-9 dənə var. Yəni, amma iş masasında konkret bu 4 dənə name, size, type, bir də date modifier'dir. Bunu yaradılış tarixi ilə çaşdıra bilərlər. Sizi diqqətli olun. Yaradılış tarixi date create deyil. Date modifier, yəni son düzəliş tarixi də demək olar, buna dəyişiklik tarixi də demək olar. Yəni, bu 4 parametrə görə nizamlana bilir. Refresh olsa hamımız bilirik, yeniləmədir. Sadəcə qısa yolunu bilin ki, F5-dir. Sonra undo
yerinə yetirilən əməliyyatı ləğv edir. Ando aktivdirsə, deməli ümumiyyətlə hər hansı bir əməliyyat icra edilib və bunu ləğv etmə ehtiyacı duyur. Məsələn, bu şəkilə baxaraq mən bilirəm ki, artıq məndə ən son yerinə yetirilən əməliyyat nədir? Sizcə məndən son yerinə yetirilmiş əməliyyat nə olub? Nəyi hansısa obyekti silmək. Ayşə, çünki delete yazdım. Məsələn, mən əvvəl nəyəsə adını dəyişsəydim, delete'in yerinə rename yazılacaqdı. Yəni, qısası son yerinə yetirilən əməliyyat andonun yanında yazılır. Yəni, nə ləğv edəcəyini çox yaxşı bilirsən artıq. New isə iş masasında fail qovluq və qısa yol yaratmağa imkan verir. Display settings iş ekran parametrlərini tənzimləyir. Burada nələr var? Burada da yenə dərinliyə getməyə gərək yoxdur. Brightness bölməsindən parlaqlıq parametrlərini dəyişə bilərsən. Night color gecə rejimində. Sonra buradan scale miqyasda display resolution seyrəklik ayırt etmə qabiliyyəti. Orientation istiqamətdir. Yadınızda saxlayın ki, iş masasının 4 dənə səmtləşmə istiqaməti var. Bu nədir? Album, yəni landscape, portrait ola bilər. Bir də flipped yazılanlarsa bunun elə bil portretin baş aşağı versiyası, nə bilim landscape'in əks baş aşağı versiyasıdır. Məsələn, bunu landscape-lə landscape flip'in fərqinə baxın. Biri baş aşağıda görürsünüz, belə. Bilmirəm sizdə də elə görünürmü? Bir də ki, baxın bu şəkildədir. Show desktopu qapadanda qısa yollarda işləmir. Hansı, niyə işləməsin ki, Ayşən? Show desktopu bağlayan hansını deyirsən? Hə, bildim nə edirsən. Buradan taskbardan həmin bu əmri bağlamağı nəzərdə tutursan yəqin ki. Ondan sonra Wində işləyirmi? Hə, işləyir. Show desktop düyməsi görünməsə də onun qısa yolu işləyir. Sonra bu belə uşaqlar. Sonra başqa buradan nələr var? Personalize ümumi iş masasıdır, rəngdir, temalardır, səsdir, kilit ekranı parametrlərini tənzimləmək üçün bu hələ ki qalsın. Sonra Open in Terminal, terminalda açmaq üçündür. Yəni dediyim kimi kodlarla idarə üçün nəzərdə tutulan bir interfeysdir. Sonra bir də Show More Options-a heç nə, daha çox element göstərir, amma eyni şeydir. Bir də burada bir məsələ var uşaqlar. Paste və Paste shortcut əmri. Məsələn, məndə hal-hazırda iş masasının kontekst menüsündə paste və paste shortcut əmrlərini görmürsünüz. Sizcə niyə görmürsünüz? Mübadilə buferi boşdur. Ayşə, mübadilə buferi boşdur. Çünki paste shortcutda mübadilə buferində paste özü cut copy'dən sonra, paste shortcut isə deməli copy'dən sonra aktivləşən bir əmrdir. Ona görə deməli cut copy icra edilməyib. Mübadilə buferi boşdur. Boş olduğuna görə də paste shortcut aktiv deyil. Amma məsələn mən nəyisə kopyalasam, kopyaladım tutalım. Bu zaman görəcəksən ki, həm paste, həm də paste shortcut aktivdir. Çünki paste shortcut da copy'dən sonra aktivləşir. Amma mən gəlib məsələn cut icra etsəm, sizcə hansı aktiv olacaq? Paste aktiv olar, shortcut yox. Ancaq paste aktiv olacaq, paste shortcut yox. Çünki paste shortcut hansı əmrdən sonra icra edilir? Copy'dən sonra. Yenə bunu da qeyd kimi yazım ekranda götürün özünüz. Deməli, paste əmri iki əmrdən sonra cut, copy'dən sonra aktivləşir. Bunların qısa yolu da daxildir təbii ki. Ctrl-X, Ctrl-C. Paste shortcut isə ancaq copy'dən sonra aktivləşir. Yəni bu qaydanı mütləq yadınızda saxlayın. Vacib qaydadır. Paste shortcut qısa yol. Bunlar nəyə aid idi? Nə? Bunlar nəyin qaydası idi? Yadımdan çıxdı. Paste və paste shortcut'ın qaydası. Paste shortcut qısa yolunu yapışdırır, paste obyektin özünü yapışdırır. Mən bildim. Deməli, bu da əsas qaydalarımızdır. Mütləq yadınızda saxlayın. Qəbul sualı tipidir. Çox geniş tətbiq edilən, istifadə edilən. Buradan da bu qədər. Bir dənə qaldı burada personalize bölməsi. Bax, personalize bölməsində də yenə çox detay gərəkli deyil.
Background arxa planla bağlı dəyişiklik edir. Arxa planda xüsusilə nə düşürdü? Choose a fit for your desktop image. Yəni iş masasına əlavə etdiyin şəklin uyğunluq rejimləridir. Deməli, iş masasına əlavə edilən təsvirin 6 dənə uyğunluq rejimi var. Fill eləyəndə tam ekranı doldurur bu qaydada. Məsələn, fit icra edəndə sadəcə şaquli istiqamətdə uyğunlaşdırır təsviri. Ondan sonra stretch eləyəndə dartaraq uyğunlaşdırır. Sonra Tile icra eləyəndə təsvirin ölçüsünü dəyişmir, ekranda çoxaldır. Sonra Send icra eləyəndə mərkəzdə yerləşdirir. Deməli, Spencer çox monitorlu rejimdə görüntünün bir neçə monitorda paylanmasını təmin edir. Bu rejimi də ki, praktik eləyə bilmirik. Bir neçə monitor lazımdır. Nəysə, nə olduğunu bilin, bəs eləyək. Və bu background da bunlardır. Sonra təsvir əlavə eləyə bilərsən, təsvir seçə bilərsən. Və yaxud da istəyirsən Windows Spotlight vasitəsilə Windows'un təklif etdiyi təsvirləri göstərə bilərsən. Slideshow, yəni özün təsvirlər seçib onların seçdiyin vaxt intervalı ərzində nümayiş, yəni ekranda görünməsini təmin edə bilərsən və s. Yəni bu da belə uşaqlar. Ondan sonra buradan başqa nə deyək? Ekran da bu qədər bəs eləyər. Sonra color renk parametrləridir. Buradan transparency effect, Mica effektini aktivləşdirir. Mica nədir? Yəni pəncərələrin fon rəngi iş masasındakı şəklin rənglərinə uyğunlaşdırılmasıdır. Yəni rənglər arasında bir növ uyğunluq olaraq başa düşə bilərsən. Tema bölməsindən də həm rəng, həm mouse parametrləri, həm arxa plan, həm də səs parametrləri tənzimlənə bilir. Sonra buradan lock screen kilidi ekranı parametrləridir. Sonra font şriftlə bağlı parametrləri tənzimləyir. Bu qədər kifayət edir. Və beləliklə də buranı da yekunlaşdırdıq. Sonra keçək File Explorer'ə. File Explorer hansı qısa yolla aça bilirdik, yadınızdadır? WinE. WinE ilə açılırdı. Bəli, WinE ilə açılırdı. File Explorer'də öncəliklə, məsələn, daha başlıq sətri nədir, vəziyyət sətri nədir danışmayacağım. Da bu qədərini məncə bilirik. Əsas nələr danışaq? Naviqasiya paneli. Naviqasiya paneli solda yerləşir və bu panel qovluqlara keçid üçün nəzərdə tutulur. Deməli, bu panel ümumi strukturu birinci home bölməsidir. Baxın, home bölməsi bura qədər ümumi olan sahədir. Home'da qaleri, məsələn, mənim mübadilə buferinə göndərdiyim təsvirlər və yaxud ümumi təsvirlər yer alır burada. Sonra qarşısında bu sancaq işarəsi olan qovluqlar, bunlar pin edilmiş, yəni quick access-ə bərkidilmiş qovluqlardır. Mən tez müraciət edə bilmək üçün bura bərkidirəm. Sonra This PC var. This PC kompüterin məntiqi, məsələn, kompüterin yaddaşının məntiqi bölmələrinə, həmçinin də kənardan qoşulmuş yaddaş qovluqlarına baxmağa imkan verir. Library kitabxana qovluğu. Məsələn, bununla bağlı da qəbul sualı görürsünüz 2024-ün qəbulunda. Library qovluğuna 4 dənə alt qovluq daxildir. Məsələn, ən azından multimediyaları yadda saxlamaq olur. Music, picture, videos. Bunlar bilir ki, multimediyalardır. Bir də əlavə dokumenti də yadda saxlayın. Document, music, picture, videos. Bu library qovluğunun alt qovluqlarıdır. Bir də network şəbəkə qovluğu yer alır. Bax, bu ümumi naviqasiya panelinin strukturudur. Amma da alt qovluqlara daxil olun. İndi gəlirik. Məsələn, This PC-yə daxil oldum. Sonra This PC-də D diskinə daxil oldum. Onun alt qovluqları açıldı. Yəni, buradan Aynur qovluğuna daxil oldum. Yəni, onun alt qovluqları açıldı. Görürsünüz, hər alt qovluq mövcud qovluğun piktogramından nisbətən sağa meyil eləmiş olur. Və bu şəkildə, baxın, biraz yaxından. Məsələn, Aynur'a daxil oldum, alt qovluqları açıldı. Yəni, A1-ə daxil oldum, A1-in alt qovluqları açıldı. Necədir? Özündən sağa meyillidir. Digərlərində də həmçinin. Və bir xətt üzərində olan qovluqlar eyni səviyyəli qovluqlardır. Yəni, bunlar uyğun ardıcılıqla yaradılır. Bax, eyni səviyyəlidir. Yəni, bir-birinin daxilində deyil. Amma yanında klik eləyəndə özündən sağda olanlar deməli həmin qovluğa daxildir. Yəni, burada ballı qovluğuna B1 və B2 daxildir. Yəni, bu şəkildə. Sonra buradan da bu qədəri kifayət eləyir. Sonra uşaqlar, naviqasiya paneli ilə bağlı, bu göstərdiyim hissə ilə bağlı bir-iki dənə sual tipi var. Məsələn, deyir ki, bunu da görmüsünüz, deyir ki, ardıcıl əmrləri icra etsə, qovluqların strukturu, iyerarxi strukturu necə olar? Məsələn, deyirəm ki, A1 yarat,
A2 yarat, B2 yarat. İndi qovluğunu yarat deyir də. İndi mən qısa yaradıram, qısa deyirəm. A1 qovluğunu aç. Tamam, B2 yarat, C2 yarat. Bu zaman iyerarxik struktur necə olur? Məsələn, ard-arda deyir A1, A2, B2 yarat. Deməli, bunlar eyni səviyyəlidir. A1, A2 və B2. Sonra deyir ki, A1 qovluğunu aç. Daxil olun da bu qovluğa. Sonra ard-arda nə deyir? Deyir ki, B1-i yarat. Deməli, B1-i yaratdın. Ardıcada C2-ni yarat. Deməli, C2 ilə də B1 eyni səviyyəlidir. Bu şəkildə uşaqlar iyerarxik struktur alınır. Ya da iyerarxik strukturu verir, bu əməliyyatların ardıcıllığını qurmağını istəyir. Yəni, bu zamanda yenə soldan sağa doğru başlayacaqsan. Birinci eyni səviyyəli olanları yaradırsan. Sonra içində qovluq yaratmaq üçün açırsan. Açıb içində də lazımat qovluqları yarada bilirsən. Yəni, bu da bu şəkildə olan sual tipi. Sonra navigasiya panelindən bu qədər. Bir də burada ünvan səthrindən bağlı vacib anlayışlarımız var. Gəlin bura baxaq. Ünvan sətri, yəni hal-hazırda daxil olduğun qovluğa gələn yolu göstərir. Məsələn, mən hal-hazırda təqdimatlar qovluğundayam. Bu qovluğa gəlmək üçün hansı yol qət eləmişəm? D diskindən informatika 2026 qovluğuna daxil olmuşam. Oradan da təqdimatlar qovluğuna daxil olmuşam. Deməli, bu qovluqlardan ünvan sətrində təqdimat yerləşir informatika 2026-nın içində, informatika 2026 da D diskində yer alır. Mən burada uyğun olaraq yuxarı səviyyəli qovluğa, yəni bir öncəki qovluğa keçirilmək istəyirəmsə, apt əmrini icra edirəm. Yəni, yuxarı səviyyəli qovluq mövcud qovluğun hansı qovluq içərisindədirsə, həmin qovluğa keçid başa düşülür. Yəni, üst səviyyəli qovluğa keçid başa düşülür. Bu da belə bir anlayışdır. Sonra ünvan sətrində lazımi ünvanı qeyd eləyərək lazımi qovluğa keçid eləmək olar. Hətta veb səhifələrə, veb saytlara keçid də mövcuddur. Yəni, sən hər hansı bir URL ünvanı bura kopyalayaraq, enter deyərək həmin URL ünvanı istinad etdiyi resursa keçid eləyə bilərsən. Və yaxud da, məsələn, mən qısaca yazıram, tamam, dim.gov.az. Bu zaman nə baş verir? Həmin sayta keçid baş verir, yəni internet üzərindən. Yəni, ona görə də biz ünvan sətrindən gördüyünüz kimi URL, yəni internet ünvanlarına da keçid eləyə bilirik. Sonra ünvan sətrindən bağlı belə bir sual var. Məsələn, C qoşa nöqtə yazılıb, enter desə nə baş verər? Bu demək ki, C diskinin alt qovluqları açılır. Yəni, bu qaydada da bir sualımız yenə dövlət qulluğunun qəbulunda istifadə edilir. Burada da search var sağda, o axtarış eləyir. Hansı qovluqdasansa, həmin qovluğun içində axtarış eləyir. Search-ün qısa yolu F3-dür. Ünvan sətrinin qısa yolu F4-dür. Yəni, bunlar da bunların qısa yoludur. Və buradan da yenə bu qədər kifayətdir. Sonra uşaqlar, son olaraq bir də command barı baxaq. Command barda yeni fayl, qovluq, bir də qısa yol yaradır. Sadəcə burada qovluğun necə yaradıldığının klaviaturadan qısa yolu çox vacibdir. Bilmirəm, bəlkə bilirsiniz. Yeni qovluq hansı qısa yolla yaradılır? Ctrl-Shift-N. Ctrl-Shift-N ilə yaradılır, bəli. Sonra, məsələn, cut, copy, paste əmrləri. Məsələn, cut və copy hər hansı bir obyekt seçiləndən sonra aktivləşir. Mübadilə buferdə, yəni paste əmri isə cut, copydən sonra aktivləşən bir əmrdir. Rename ad dəyişmədir. Ad dəyişmənin də bir çox üsulu var deyə, bunları da yadda saxlamaq lazımdır. Məsələn, sənə sual vermişəm ki, faylın və ya qovluğun adını hansı üsullarla dəyişmək olar? Məsələn, bunun da ən az 5 dənə üsulu var. Ona görə də o 5 dənə üsulu öyrənmək lazımdır. Bunlar hansılardır? Deməli, biri üzərində fasiləsili olaraq 2 dəfə klik eləməkdir. Sonra kontekst menüsündən rename əmrini icra etməkdir. Sonra rename'in qısa yolu var. Qısa yol nədir rename'in? F2. F2 funksiyonal düyməsi düzdür. Ondan sonra bir də ki, burada command barda, yəni komanda sətrində də uyğun olaraq rename əmri mövcuddur. Bir də fərqli bir yolu daha var.
Biz Properties dialoq pəncərəsini açırıq, ümumi xüsusiyyətləri olan. Bu Properties dialoq pəncərəsində ünvan sətri görürəm. Həmin ünvan sətri vasitəsilə, ünvan yox, ad qutusu görürəm daha doğrusu. Həmin ad qutusundan da ad dəyişmə eləyə bilirəm. Yəni, deməli, ad dəyişmənin mövcud yolları, baxın, bunlardır. Sonra share əmri. Faylın qısa yolunu ötürmək üçün istifadə edilir. Yadınızda saxlayın ki, share əmri qovluqlarda və yaxud da məntiqi disklər üzərində pasiv olur. Sonra delete silmək üçündür. Silinən obyekt əgər icazə verilibsə, recycle binə düşür. Əgər recycle binə düşmədən silmək istəyirsənsə, bu zaman shift delete çıxırsan. Yəni, shift delete burada da var. Delete recycle binə göndərərək silir. Shift delete recycle binə göndərmədən silir. Və bu da önəmli detaydır. Sonra sort sıralama üçündür. Biz daha doğrusu File Explorer'dəki elementləri bu əlamətlərə görə sıralayırıq. Bu da dövlət qulluğunun imtahanında düşür. Hansı əlamətlərə görə sıralanmaq olar sualı? Name, date modify, type, size, date create, yəni yaradılış tarixi, müəllif, tag və titul. Yəni bunlara görə sıralamaq olur məsələn. İş masasında bəs hansılardır? Yadınızda qaldı iş masasındakılar. Name, type, date modified, size. Düzdür. İş masasında da bu 4 parametrə görə sıralama aparmaq olar. Sonra yoldaşlar. View görünüş rejimləridir. Görünüş rejimlərində biraz qeydlərimiz çox olacaq. Gəlin bunlar haqqında danışaq. Mən istəyirəm onun görüntüsünü alım. Bir qutarıram. Yəni bununla danışıb yekunlaşdırmağım az qaldı. Deməli uşaqlar, bu görünüş rejimlərindən ilk 5 dənəsində faylın həcmi və əlavə məlumatlar görünür. Və bu bir. Details styles contentdə faylın həcmi görünür. Sonra düzülüş istiqamətinə görə qabağına sətr yazdığım görünüş rejimlərində obyektlər sətr üzrə düzülür. Yəni üfüqi istiqamətdə. Yerdə qalanlarsa sütun istiqamətində. Yəni sütun istiqaməti nə deməkdir? Şərqli istiqamətdə düzülür. Bunu da yadda saxlayın. Bir də obyektlər hansı istiqamətdə düzüləcəksə, həmin istiqamətdə də seçilir. Yəni seçim aparılır. Bu da necə bir şeydir? Ümumiyyətlə obyektləri, yanaşı obyektləri seçmək üçün shift düyməsindən istifadə edirik. Məsələn, uşaqlar, bu da işimə yaramır. Məsələn, hal-hazırda mən gəlmişəm list görünüş rejiminə. Listdə dedik ki, obyektlər sütun üzrə, yəni yuxarıdan aşağı düzəlir. Məsələn, mən shift sıxılı vəziyyətdə gəlib buradan Mac as faylını seçsəm, deməli, ilk seçdiyim obyektlə bu obyekt arasında görürsünüz şərqli istiqamətdə seçim aparıldı. Yox, əgər mən görünüş rejimini dəyişib small desəm, bilirik ki, smallda üfüqi istiqamətdə düzülür. Bu zaman seçim də hansı istiqamətdə aparılacaq? Üfüqi istiqamətdə. Bununla bağlı da praktiki suallar düşür. Ona görə yadınızdan çıxmasın. Yaxşı deyəcəksiniz ki, müəllim, mən nə bilim, indi bu üfüqi düzülüb bu şərqli.
Bu qovluqlarda rahat seçilir. Məsələn, elə cavablar qoyurlar ki, ardıcıllıqdan tutursan ki, yuxarıdan aşağı müəllif sırasından düzülüb və yaxud da soldan sağa, yəni sətr istiqamətindən müəllif sırasından düzülüb, ya da nömrələrlə uyğun olaraq 1, 2, 3, 4, 5 belə. Yəni buradan çox rahat tutmaq olur istiqamət. İstiqaməti tutandan sonra biləcəksiniz ki, elə hansı istiqamətdə də seçmək lazım gəlir. Yəni bu da bu qaydada uşaqlar. Sonra filtr tətbiq edilə bilən yeganə görünüş rejimi detailsdir. Details də süzgəc, yəni filtr tətbiq edilə bilir. Sonra ümumi olaraq görünüş rejimləri arasındakı fərqi də bir dənə göstərim. Yəni necə görünürlər. Tutalım, hal-hazırda ekstralarsa belə böyük görünür, large da böyük görünür. Medium orta, small kiçik, list yenə kiçikdir, sadəcə düzülüş şaqlı istiqamətdədir. Details də artıq detallı şəkildə, yəni ayrı-ayrı sütunlarda obyekt haqqında məlumatlar əks etdirilir. Bura yeni sütunlarda daxil etmək olur həmçinin. Sonra tile'da obyektlər ortaölçü də olur və hər bir obyektin sağ tərəfində tipi, ondan sonra ölçüsü əks olunur. Content isə ən rahat seçilən görünüş rejimidir. Əgər görsən ki, obyektlərin arasında üfüqi solğun xətlər varsa ayrıca, bu Azərbaycan dili dəftərinə bənzəyən xətlər var. Deməli, həmin xətlər varsa bil ki, content görünüş rejimindən bəhs olunur. Yəni, görünüş rejimləri bilirəm, biraz qarışıqdır, amma bu şəkli bir dənə istəyirsiniz özünüz üçün ekran görüntüsü alın. Bilin ki, əsas bunları bilmək lazımdır. Buradan da bu qədər uşaqlar. File Explorer'də düzdür. Danışanda, dərs keçəndə çox danışmışam. Amma hal-hazırda vaxtımız azdır deyə çox danışa bilmirəm. Bir də mübadilə buferindən bağlı qeyd deyəcəm. Baxın, ümumiyyətlə mübadilə bufer elementləri cut copy'dir. Və cut copy. Ancaq bu kəmirdən sonra obyektlər mübadilə buferinə düşür. Buferi. Mübadilə buferindən istifadə etmədən yer dəyişmə, köçürmə və qısa yol yaratma isə drag and drop texnologiyasıdır. Drag and drop artıq mübadilə buferindən, yəni cut copy'dən istifadə etmədən obyektin sürətini köçürür, yerini dəyişir, həm qısa yolunu yaradır. Bunlar da uyğun olaraq, məsələn, kontrol ilə sürətini yaratmaq olar, yəni sürətini köçürürük. İndi burada da sol düymə yazmadım, yəni kontrol və mouse'un sol düyməsi. Sonra shift və mouse'un sol düyməsi ilə yer dəyişir. Yer dəyişmə nədir? Yəni əvvəlki yerindən silinir və yerini dəyişir. Control shift bir də alt düyməsi ilə sürükləyəndə isə shortcut, yəni qısa yol yaradılır. Bunlar isə mübadilə buferindən istifadə etmədən yer dəyişmə, köçürmə və qısa yolun yaradılması üsuludur. Bu arada qısa yolun yaradılması həmçinin kontekst menüdən də olur. Yəni mən uyğun olaraq kontekst menüdən məsələn copy icra eləyib, sonra paste shortcut icra eləyərək də qısa yol yarada bilərəm. Mən uyğun olaraq create shortcut icra eləyə bilərəm kontekst menüdən, yenə qısa yol yarada bilərəm. Və yaxud da mən kontekst menüdən send to deyib, açılan alt əmrlərdən desktop create shortcut deyərək də iş masasında obyektin qısa yolunu yarada bilərəm. Sadəcə bir dənə detal var, o detal nədir? Əgər mən sadəcə create shortcut desəm, faili seçim. O zaman fail hal-hazırda dokument qovluğunda yerləşir də, həmin qovluğun içində failin qısa yolu yaradılacaq. Hara düşdü? Hə, bura düşdü. Əlindən qısa yol yaradıldı. Kontekst menüdən create shortcut icra eləyəndə baxırsan ki, həmin obyekt hansı qovluğun içindədirsə, bil ki, eyni qovluğun içində qısa yol yaradılır. Amma set to-da desktop create shortcut desəm, obyektin əvvəl harda yerləşməsinin heç bir önəmi qalmır. Birbaşa obyektin qısa yolu iş masasında yaradılır. Baxın, solda. Sola baxın, burada. İş masasında yaradılır. Yəni, bu iki əmr fərqdir. Bu da nə vaxt fərq yaradır bilirsiniz? Məsələn, sual verir. Deyir ki, canım, verilmiş failin iş masasında qısa yolunu yaratmaq və cavablarda create shortcut-ı verir. Yəni, şu create shortcut-ı bilməlisən ki, o birbaşa iş masasında yox.
fayl hansı qovluqdadırsa, o qovluğun içində qısa yol yaradır. Yəni iş masasında yox. Amma desktop create shortcutsa iş masasında qısa yol yaradır. Yəni bu iki əmrin fərqini bilin, başa düşün. Və buradan da bu qədər. Bundan əlavə drag and dropdan əlavə də OLE texnologiyası var. OLE bir proqram mühiti daxilində başqa bir proqramın istifadəsidir. Bir də plug and play var. Bu yadında qurğu sözünü yadda. Qurğuların avtosazlanması ifadəsini. Plug and play qoş və istifadə et deməkdir. Yəni qurğuları kompüterə qoşanda əməliyyat sistemi onun driverini birbaşa yükləyir və qurğu birbaşa işə başlayır. Yəni buna da qurğunun sistemi tərəfindən avtomatik tanınması və yaxud da avtosazlanması deyilir. Yəni bu da bu qədər uşaqlar. Və beləliklə də qorxulu Windows bitdi. Ctrl Shift Enter. Ctrl Shift Enter nədir ki? Mənim Ctrl Shift N əvəzinə Enter düşüb yəqin. Ctrl Shift N sıranın sonuna qədər seçim eləyir. Bir de ben siz şey dediniz kontrol paneli. Ben arada çıkmıştım ona göre. Yo deməmişim. Control panel. Orada bir tane karıştırdığım şey var idi. Bu şeyler var idi. Sort by var idi orada. Orada da large small var idi. Prosto yadımdan Control çıkıp panel orada. görünüş rejimlərdir, view'dur. View. Deməli, iş masasındakı görünüş rejimləri small, medium, large-dır. Amma kontrol paneldəki görünüş rejimləri small, large, bir də kateqoridir. Yəni medium yoxdur. Tamam. Ayşən, sən nəyin say məhdudiyyətlərini nəzərdə tutursan? Bir də uşaqlar, faylın qovluğun kontekst menüsü tək-tək əmrlərini yenə izah eləməyəcəm, sadəcə bu kompüterin yaddaşından asılıdır. Deməli, uşaqlar, kontekst menülərdə faylın, qovluğun və shortcutın kontekst menüləri arasında bəzi fərqlər var. Bir dənə onları öyrənmək lazımdır əsas. Məsələn, faylın kontekst menüsündə, keçən də düşmüşdü faylın kontekst menüsündə nələr etmək olar. O haqda danışaq. Deməli, faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayan əmrlər hansılardır? Məsələn, edit, new, print, open with, ondan sonra share əmri. Bunlar faylın kontekst menüsündə var. Qovluğun kontekst menüsündə yoxdur. Faylda var. Sonra qovluqda olub faylda olmayan əmrlər hansılardır? Bir dənə qovluq tapaq. Deməli, qovluğun kontekst menüsündə isə olan faylda olmayan əmrlər hansılardır? Məsələn, open in terminal, pin to quick access, pin to start, o pin adın ümumiyyətlə pinlə olan bütün əmrlər. Pin to quick access, pin to start. Sonra include in library. Başqa yoxdur. Bunlar bir də open in terminal. Bu əmrlər qovluğun kontekst menüsündə var, faylda yoxdur. Və də shortcutın kontekst menüsündə olan digər obyektlərdə olmayan bir dənə əmr var. O da open file location əmridir ki, bu əmr bir dənə qısa yolun kontekst menüsündə var, digərlərində yoxdur. Belə. Belə yadda saxlayın, bəs eləyər. Obyektin solğun görünməsi iki halda olar. Bir, kat üzərində kat əmri icra edilibsə solğun görünür. Bir də gizlədilibsə obyekt, o halda da solğun görünür. Obyekti də propertiesdə hidden atributu tətbiq etməklə gizlətmək olar. Belə uşaqlar.
Bəli, mən sizə bir dənə sual verəcəkdim.